Bax, belə şeylərimiz çap olur, yazırıq bizim. Çox gözəl. Bayaq siz mənim qələm dostumun adını çəkdiniz, mənim dostumdur. Bəli. Gözəl şairimiz, gözəl belə nəğməkar şairimiz. Nəğməkar şairimiz, bəli. Böyük belə, mən onun çox belə gözəl, yetkin şair, çox güclü şairdir, mənim dostumdur. Əlbəttə, siz əlaqə yaratdıqca mənə də xoşdur. O yaşından asılı olmayan, şairin yaşı yoxdur. Yoxdur, əlbəttə. Şair şeirlə tanınır, əsərinlə tanınır, hansı yaşda olsa da. Bu mənim sözümdür. Nazım Hikmət deyirdi vaxtilə ki, mən Moskvada tələbəlik illərimdə Nazım Hikmətlə dostluq eləmişəm, böyük Türk şairi. O deyirdi ki, şair hər yaşda gəncdir. Elə deyirdi öz rəhmətlik. Və doğrudan da Nazım Hikmət hər yaşda gənc idi. Çox tez getdi dünyada. Və o bizim yadımızda, xatirələrimizdə yaşayır. Bundan başqa mən bir də buna şad oldum ki, bizim əskərlər mənim adıma Günay 6 dənə raket yazdılar. Raket attılar. Nəriman Həsənzadə raketləri. Və o raketlər atan da telefona tutdular. Mən də eşitdim onu, onun səsini, köyünü. Yəni mən də döyüşdə, vuruşda iştirak edirdim bizim cavanların hesabına. Mən onlara şeir yazırdım. Onlar da raketlər atırdılar. Və onların telegramlarında çox böyük Azərbaycan qəzetində o 3 telegramlarını çap ediblər onların. Onların adları, ünvanları, soyadları. Mən sevindim onlara bu gəncliklə. İndi əlbəttə biz danışmışıq ki, Allah qoysa, onlar gəlsin, Bakıda bir yaxşı görüş keçirək. Həmən o gənclərlə. İndi onlar əlbəttə eləsi olubcular, şəhid olublar. Mən baş əyirəm o şəhidlərimizin qarşısında. Allah rəhmət eləsin. Onların hesabına biz azab olar. Ucalıqdır, zirvə sayılır olar, şəhid olanlar. Bizim qazilər də orada çıxış edirdilər. Keçmiş 1-ci Vətən müharibəsində iştirak edənlər. Onlardan tanışlarım var indi. Biz görüşəsiyik, indi Allah qoysa görüşəcəyik. Bax, belə şeirlərim var ki, qoca tarix susma daha, millət qalxıb ayağa, and içibdi uluların yaşadığı torpağa. Mən yazıram bu günləri sinəmdəki varağa. Daha qaçqın, daha köçkün olmayacaq, ey vətən. Həqiqətən bizim qaçqınlarımız, köçkünlərimiz, onlar öz yurtlarına qayıdırlar. Qızım, burada elədi ki, bizim bu düşmənlərimiz, erməni vəhşiləri deyim mən, dinc əhalini bombaladılar, dinc əhalini, Gəncəni bombaladılar, Füzulini bombaladılar, başqa bir neçə rayonlarımızı düz elədilər onları. Cənab Prezidentin bir sözünü eşitdim ki, mən cəbhədən, Füzuli rayonu alınmışdı, bir bayraq sancmağa bir divar yox idi orada, o qədər bütün hamısını yerinə yeksən eləmişdi. Ancaq kitablarda oxuya bilərsiniz. 92-ci ildə, 1-ci Vətən müharibəsində ermənilərlə onlara hər cür şərait yaratmış ki, evində nəyi var aparsınlar, nəyi var hamısını. Biz o humanizmi bizim cənab prezidentimiz bugün də təkrar eləyir. Bugün də yaşayacaq deyir. Bugün də yaşamalıyıq. Əgər onlar bunu başa düşsə, əlbəttə yaşayacaq. Bilmirəm, əgər orada erməni varsa, onlardan ehtiyatlı olun. Onların sözü birdir, işi birdir. Dünyanın hər bir... Burada da var. Biz sizə yenə qayıdacaq Nəriman müəllim, sizin o sevimli şeirləriniz. İndi istəyərik bizim sevimli şairimiz, gözəl insan, nəğməkar şairimiz Baba Vəziroğluya söz verək. Buyurun, Baba müəllim. Salam Günay xanım, salam. Amma icazə verin, ilk növbədə mən böyük dostum, böyük qardaşım, görkəmli şairimiz Nəriman müəllimi salamlayayım. Çünki hər bir xırda, böyük məclisin öz axsaqqalı var, öz böyüyü var. Bugün də bizim görüşümüzün axsaqqalı, böyüyü, ustadı Nəriman müəllim. İndi burada Seydaşım, ay baba, səni burada görmürdüm, heç olmasa o stoldan görürəm, Allah'a şükür. Mən elə ona gəlmək istəyirdim, Nəriman müəllim. Ulanı mən çox istəyirəm qızım, həqiqətən bir insan kimi də. Qarşılıqlı.
Naxçıvanlar demişəm qarşılıqlıdır da bə. Biz sizi çox istəyirik, siz də bizi çox istəyirsiniz. Həm də Günay xanım bugün çox savab bir iş gördünüz ki, bu bilirsiniz də bütün dünyada olduğu kimi pandemiya, sonra dünyanın fərqli olaraq bizdə böyük vətən müharibəsi, hərbi vəziyyət. Biz Nəriman müəllimlə son vaxtlar demək olar ki, görüşə bilmirik. Bunu da savab iş gördünüz ki, heç olmasa belə. Bu da bir canlı görüşdür də. Əlbəttə, canlı görüş. Həm onun o gün mən sosial şəbəkələrdə təbii ki, təbrik elədim, amma bir daha indi üzbəüz təbrik eləyirəm onun o ölkənin ən ali mükafatı olan, İstiqlal ordenini təbrik eləyirəm. Cənab Prezidentə minnətdarlığımı bildirirəm ki, Cənab Prezidentin gözündən heç nə qaçmır, heç nə qaçmır. Hamının qiymətini, dəyərini yaxşı bilir. Bilir ki, nə zaman, necə, harada etmək lazımdır. Bu, dünya liderlərindən bizim prezidentin bəlkə də əsas unikal fərqi odur ki, özü bilir kim kimdir, nə nədir, harada nə var. Təbii ki, bugün həm də çox sevinçliyəm ki, Oslo'dakı Azərbaycan məktəbi ilə görüşürəm. Bu məktəbə uğurlar arzulayıram. Nə yaxşı ki, orada bir dünyanın o çox qarışıq mı deyim, dünyanın o müxtəlif spektrli bir yerində balaca bir Azərbaycan anklavı yaratmışsınız. Mənə elə gəlir ki, Azərbaycan bir mayaqdır. Yəni bizim bu Azərbaycan Respublikası, Demokratik Azərbaycan Respublikası bir mayaqdır. Dünyanın harasında olursan ol, gözümüz həmişə o mayağı axtarır. Çünki yaxşı günümüzdə də, pis günümüzdə də bizə düzgün istiqamət verən, necə ki dənizdə batan gəmilərə, nə bilim, yol azan gəmilərə o mayaq həmişə düzgün yol göstərir. Sahilə yan almaq üçün, xilas olmaq üçün bir işarə verir. Bizim Azərbaycanda bugün həmən statusdadır ki, bütün dünya Azərbaycanlıların gözü bizim bu Azərbaycandadır. Bu üç rəngli bayrağı, ay ulduzlu bayrağı olan Azərbaycandadır. Və bunu da göydən zəmbillə tökülmür bu tərbiyəni vermək. Bunu sizin kimi insanlar, sizin kimi müəllimlər, sizin kimi vətənpərvərlər bunu bizim balaca körpələrimizə, balaca uşaqlarımıza, gələcək nəsillərimizə ərmağan edirlər. Onun qanına, geninə, təbii ki, qanında, genində var, amma o demək deyil ki, qanında, genində var deyənə hər kəsi belə sərbəst buraxasan ki, bu gələcəyin vətənpərvərliyi olacaq. Yox, o vətənpərvərlik damcı-damcı, məktəb tərbiyəsi ilə, uşaq bağçası tərbiyəsi ilə, böyüklərin bir sözü ilə, bu damla-damla insanın ruhuna, qanına, bədəninə işləyir. Bu mənada mən də sizə çox təşəkkür edirəm. Nəriman müəllimlə sonra danışmaq çox çətindir, çünki demək olar ki, hər şey dedi, mən nə deyim? Düzdür. Mən də salamlamaq istəyirəm. Mən təşəkkür edirəm ki, keçəcəm sizə təqdimat arzulam bir dəqiqə. Baba ilə məni görüşdürdünüz. Mən onu həqiqət deyirəm. Şeylərini də, xəsiyyətini də, təbiətini də özü bilir ki, mən onu çox istəyirəm qızım. Burada görə bilmirəm. Doğrudan burada hələ bir arada bir danışdıq ki, görüşək, nə isə görüşə bilmərik yenə. Biraz ara qarışdı, bəli. Bizim yəni bu məktəbin düzdür, əsas müəlliməsi var ki, yəni Azərbaycan dilini uşaqlara tədris eləyir. Çox böyük sevgi ilə, məhəbbətlə işindən zövq alır. Baxmayaraq ki, ixtisasca ali savadlı musiqili konservatoriyanın biri musiqiçidir. Ancaq bu işi də çox gözəl yerinə getirir. Arzu xanım da buradadır, Arzu Rızayeva. Çox istəyirik, o da sizi salamlasın. Buyurun Arzu xanım. Salamlayıram, Nəriman müəllim, baba müəllim, sizi salamlayıram. Yadımda da konservatoriyada oxuyan illərdə Nəriman müəllimlə sizdən görüş keçirmişdik. Biz orada, yəni o zaman çox, yəni ki, vurğunam sizin yaradıcılığınız. Baba müəllim, sizinlə də biz Muğam Teatrında, yadınızdadırsa əgər, Arif Qaziyevin o vaxt işləyən zaman sizin sözlərinizə mahnı bəstələmişdim və sizin yaradıcılığınızda orada Günel vardı, o oxudu mahnını, söz yazdınız, yəni biz birgə mahnımız var, yəni ki. Nə bilim, valla
uzaq düşmüşük oradan. Biraz yaradıcılıqdan da uzaq. Ama dünya dardı da görürsün yine görüşürük. Yenə də Dünya balacadır. Bəli. Doğrudur, Aa, doğrudur. İnşallah ki yolları açılsın. Orada ne bileyim belə bir elə ürəyimdə həmişə var. Belə insanlar hamısı yığılıb gözəl bir görüş keçirmək, orada bir canlı olaraq, yəni hər kəs öz yaradıcılığından, yəni çox istərdik, çox uzaq düşmüşük, yəni çox acıq yəni bu barədə. İnşallah, inşallah elbette. Çox sevindim sizi görməyimizə. Çox Çok sağ olun. Karşılıklıdır. Ama biz hamımız Nərman müəllimi dinləmək istəyirik. Əlbəttə ki, Nərman müəllimi dinləmək istəyirik. Darımış onun o poeziyası bir kənara, onun o şirin, duzlu, havaritli söhbətləri üçün. Axırıncı görüşümüz Nərman müəllimə, yəni gözəl görüşümüz Qəbələyə təxminən bir il öncə idi. Qəbələyə getdik. Abi nə qədər maraqlı insandır, nə qədər istiqamlı insandır. Adam istəyirdi ki, Qəbələ səfərimiz 2 gün çəkdi, adam istəyirdi bir 2 ay çəksin, geç olmasa bu kişidən biraz doyaq, onun söhbətlərindən, onun o özünü belə kübarcasına aparmağından, onun söhbəti də poeziyadır. Tək onun yazdığı konkret janr etibarı ilə yazdığı şeirlər deyil poeziya, onun bütün həyat tərzi, bütün onun varlığı, ruhu, hamısı poeziyadır. Ona görə əsirgəmədik. Baba, çox sağ ol. Orada bizi elə gözəl qarşıladılar. Leyla xanım da oradaydı, Leyla xanım. Gözəl poetik günlər keçirdi. Su axar, Nərman müəllim, su axar çukurum tapardı. Bizi qarşılayanlar da tədbir yiyələri də elə bizə bənzər insanlar idi. Ona görə. Tamam, düzdür, mən minnətdaram sən. Su sən orada o gözəl görüş üçün bizim dostumuz, hər ikimizin qardaşı olan bəstəkar Kamal müəllimə minnətdarlığımızı bildiririk ki, doğrudan da onun sayəsində çox belə unudulmaz bir görüş alındı. Özü poeziya görüşüydü, poeziya gecəsi. Çox gözəl oldu. Sonra mən sizdən sonra bir gün qaldım, orada mən o qazıntılarla, zadla onlarla tanış oldum. Çox belə yerin altında təbəqələrdə Türk ənənləri, Türk abilərini, onların qalıqlarını axtarıb tapırdılar. Çox gözəl iş gelirdi orada. Əlbəttə, belə görüşlərə bizim ehtiyacımız var, baba. Sən də dedin. Belə görüşəndən sonra bir də görüşmək istəyirik. Adam istəyir görüşmək. Uzaq düşmək, ünsiyyət olmasa əlaqə də yaranmaz. Nətər olar bu? Ona görə qızlar bizi indi Oslo'ya gətiriblər. Heç bilmirəm bu Oslo haradır, mən harayam, gəlib burada görüşürük. Nə qədər xoşdur. Azərbaycan qızımız orada. Amma getdik çıxdıq da. Gəldik çıxdıq. Görür bu da bizim qismətimizə, taleyimizə var imiş. Allah sağ olasın. Bu uşaqlara da mənim, istəyirsən bir balaca uşaq şeiri deyim. Babam mənimlə şeir desin, mən də deyim. Əlbəttə deyəcəksiniz. Sizin Nərdivan şeirinizdə bizə eşitmək istəyəcək. Çox sevirik o şeiri. Yaxşı deyim gözüm üstə. Bu dünya nərdivandır. Qalxanda mehribandır, yenəndə nə yamandır. Nə yamandır. Görüşdük pillələrdə, yolun yarısında biz. Sən qalxırdın bu zaman, mən enirdim xəbərsiz. Səni arzularına qaldırırdı nərdivan. Məni xatirələrə indirirdi bu zaman. Birimiz gün doğana, birimiz gün batana. Qalxa bilməzdim daha, nə o güc, nə o qüvvət. Haqlı haqsız vermişdi sökmünü təbiət. Sən də enə bilməzdin. Gərək ya heç bu görüş düşməydi araya. Ya sən əvvəl gələydin, ya mən sonra dünya. Gəl görüm səni. Necə darıxmışam bir qılıq için. Sonra eviniz ötürürəm səni. Qurbanın olaram yaxşılıq için. Yollar təzələnsin ayaq izindən. 100 günün sevinci bir gündə olsun. Bəzi adamların qaçım gözündən tək sənin gözün üstündə olsun. Xətrimə dəyiflər yenə qadası. Xətrimə dəyiflər yenə qadası. Xətrin bilirsən, sığal istəyir. Mənim ürəyimdə ilham ağrısı, ilhamsız kəslərdən macal istəyir. Qulaq as efirdən gələn bir səsə, səadət hər kəsin öz əlindədir. Səadət hər kəsin öz əlindəsə bizim çəkdiyimiz istiraf nədir?
Deyirlər dağ çapar insan istəsə, həyatın əzəli qanunu budur. Biz ki istəyirik. Amma nəysə həyatda yenə də biz deyən olmuyor. Gəl görüm, gəl görüm, gəl görüm səni. Necə darıxmışam bir qırıq üçün. Sonra ömrünüz ötürürəm səni. Qurbanın olaram yaşlılık üçün. Bu da lirik şeirdir. Mənim də qızım bəstəkar, yazıqdır, bəstək oradan. Sizin çox gözəl Azərbaycan şeiriniz də var. Düz gecə yarı qalxdı yuxudan. Oyuncaqları istədi şeytan. Qazım hardadır? Qazın yatıbdır. Quzum hardadır? Quzun yatıbdır. Pencəyim hanı? Pencəkdə yatır. Əlcəyim hanı? Əlcəkdə yatır. Kəsdi sözünü, yumdu gözünü, yatdı xatirə. Şirin yuxuya getdi xatirə. Güzel, güzel. Çox gözəl. Çok güzel. Baba Çok de güzel. ki, İndi Baba müəllimin də çox gözəl Mübariz Sarıyev oxuyur. O vətənlə bağlı bir gözəl bir şeiri var. baba Onu müəllim, istəyərdik. baba müəllim Çoxdur haqqında şeirləri. O sevgi şairi, onun qadına bir xüsusi bir sevgisi var. Hətta mənim çox belə bir həm maraqlandıran, həm də belə xoşa gələn bir şey oldu. Baba müəllim deyir, mənim Facebookdakı sosial şəbəkəli dostlarımın çoxsu qadınlardır. Hətta qadınları mən qəbul edəmək üçün oğlanları silirəm. Ben sirlerimi açıp döktünüz burada. Tabii ki ben elə bu ruhda bir şeir okumaq istəyirəm. Bilirsiniz, bir elə söhbət edir ki, valla şairlərin başına Nərman müəllim olmaqla bu dünya malında gözü yoxdur. Görürsünüz, bu nəyə xatırlayır ki, o səfərdə belə elədik, orada söhbət elədik. Bizim dünya malımızda gözümüz yoxdur. Yoxdur, valla yoxdur. Ona görə sözünü deyirəm ki, bu şeiri oxuyun. Heç nə istəmirəm səndən ha dünya. Heç nə istəmirəm səndən ha dünya. Günəşi hər səhər qaytar Xəzərə. Heç kimə, heç nəyə möhtac olmayayım. Yaşayım bir kərə, ölüm bir kərə. Heç nə istəmirəm qaytar baharı, ruhuma çiliyim bir ətir kimi. Heç nə istəmirəm başım üstündə, ulduzlu göyləri aç, çətir kimi. Heç nə istəmirəm səndən ha dünya. Könlümün nədir ki arzu diləyi? Qoy baxım Xəzərin aynasına mən, saçımı darasın Bakı küləyi. Heç nə istəmirəm çiçəklər kimi, könüllər açılıb sevgi bitirsin. Hər payız durnalar köçsün qürbətə, hər bahar ömrümə soraq gətirsin. Mən olum bu torpaq, bu mavi səma, belə saadəti hardan taparsan? Nur kimi bir yağış yaxsın üstümə, bütün niskilimi yuyub aparsın. Bu dünya mənimlə qutaran deyil. Bu dünya mənimlə qutaran deyil. Bütün sirlərimlə tanışam ona. Mənə ömür kimi axan bulaq ver. Hər səhər yuxumu danışım ona. Heç nə istəmirəm səndən ha dünya. Bax belə. Çox sağ olun. Çox gözəl, çox sağ olun. Gördünüz, güya ki heç nə istəmirəm, amma hər şey istəyirəm. Sizin müsahibənizin... İndi o heç nə istəmir də baba müəllim. Dünyanı istəyir ancaq ha. Mənim qızım da bir balaca bir uşaq şeiri var. Deyir, heç nə istəməyən qıza baba. Deyir, ata güllü bir corab al. Heç nə daha istəmirəm. Sən türkülü bir kitab al. Heç nə daha istəmirəm. Bir plaş al, iki bayraq, bir papaq. Heç nə daha istəmirəm. Qızım özgəni alım mən. Qırmızı lent, yaşıl qələm. Heç nə daha istəmirəm. Hər şey istəyir. Baba da bu ədəbi priyomdur bəstədir. Mən təbrik edirəm. Çox gözəl şeirdir. Sağ ol, ay Nərman müəllim. Sənin şeirlərin. Mən bir dəfə babaya dedim ki, baba,
nəğmələrin yığıb ona bir Bəli. Mənim ürəyimdədir, ona doğrudan məmnuniyyətlə qulaq asıram mən babam şair kimi. Nəriman müəllim ön söz verir. Kim o kitaba inşallah ön sözü böyük ustad Nəriman müəllim yazacaq. Bəli. İctimai xadim kimi də tanıyıram. Belə çox belə yüksək mədəniyyəti olan baba, bizim bir-birimizə ehtiyacımız var. Sağ olayın Nəriman müəllim. Çox sağ ol. Səmimi deyirəm bu sözü olun. Allah sıvaylasın. Çox belə xoşum gəldi. Var olasın. Günay xanımı gərək biz də dəvət eləyək Azərbaycana. Görək gücümüz çatacaq. Gəlsin daha ben. Gözümüz üstə yeri var. Ben aslında sizlə... Ben söz verirəm ki, Qəbələyə yaparız. Qəbələyə. Benim sizlə aslında ilk görüşüm değil bu. Ben Azərbaycanda jurnalist kimi fəaliyyət göstərən sizlə görüşmüşəm, amma siz məni xatırlamaz yəqin ki. Sizin hər ikinizlə görüşmüşəm, mən müsahibələrimiz olub. Yəqin at üstü görüş olub da, at üstü görüş. Burada bizim valideynlərimiz var, tələbələrimiz var. Çox bizim valideynlərimiz var ki, hər bir görüşümüzə uşaqlarla birlikdə qoşulur. Canla, qəlblə dilimizi uşaqlara öyrətməyə çalışır. Bəlkə onların da bir sözləri var sizə. Buyursunlar. Sevil xanım buyursun, Samirə. Hər vaxtınız xeyir olsun. Sizə çox təşəkkür edirik. Vaxt ayırıb bizimlə görüşdüyünüz üçün. Bu görüşlər bizim üçün doğrudan çox dəyərlidir. Belə doğma dili eşitmək, doğma o yaradıcı, Azərbaycan yaradıcılığından, qızıl nümunələrindən eşitmək çox bizə xoş olur. Sağ olasınız. Nəriman müəllimi təbrik edirik ürəkdən. Həm İstiqlal orderini aldığı münasibəti ilə, həm 90 illik yubiley münasibəti ilə. Allah can sağlığı versin. Bizim əziz, dəyərli şairimiz, istedadlı insansız. Sağ olasınız, var olasınız. Sağ olsun, cənab prezidentimiz məni yüksək mükafatla mükafatlandırdı. Mən boşluq qalmışam. Görüm nə verəcəm. Hamısı məsuliyyət. Həmsə. Bütün millət, bütün milyonlarla adam sizi tanıyırsa, deməli siz buna layiqsiniz. Eyni zamanda baba müəllim də eyni sözlərə layiqdir. Sağ olasınız. Sizin bu şeiriniz indi oxudunuz, çox gözəl idi. Onu eşitməmişdim. Onun adı nədir deyə bilərsiniz. Elə heç nə istəmirəm. Adı elə gedir. Adı elə gedir. Çox gözəl şeir idi. Dəyərli adamı təsirləndirən bir şeir idi. Çox sağ ol. Çox sağ ol. Bəli, uşaqlar, siz istəyirsiniz bir şairlərimizə bir şeirlərinizi deyəsiniz. Onlar da sizin bir Azərbaycan ləhcəsi ilə, Norveç ləhcəsi ilə Azərbaycan dilində danışmağınızı eşitsinlər. Buyurun uşaqlar. Buyurun Ayda. Azərbaycan dilində, bəli. Bəli, Azərbaycan dilində deyəcəklər. Biraz Norveç ləhcəsi olacaq. Bənövşə, düşmüşəm dilə dişə. Məni qızlar, oğlanlar dərib taxarlar döşə. Gözəl şeirdir. Başqa demək istəyən var şeir? Bahar oldu açaram, qar borandan qaçaram. Başqa gülər açılsa, mən quş olam, uçaram. Çoban oğlan nə deyir? Hadi görək kim deyir. Buyurun uşaqlar. Buyurun. Ayla buyur. Vətən bir günəşdir, bir zərrəsi. Vətənsiz eyləmə, Tanrı eşqəsi. Torpağı vətəni sevərlər üçün, bəlkə də fırlanır bu yer kürəsi. Çox sağ ol qızım. Sağ ol. Buyur. Çiçekli bayramım, gözünün ışığıdır, azadlı yaşı. Gözədir, doğan gözədir. Üstündə adus gəlir mənim xoşuma. Ayağının bəzi, ayağının qarşına. Yəqin öz yazdığı şeirdir, ha bu? Hiss olunur ki, ürəyindən gəlir. Bizim bizdə var Səlim Abbaszadə. Səlim öz vətənpərvər şəkilləri ilə,
Bəli. Azərbaycana olan sevgisindən bu yaxında da onun Norveç dilində Qarabağ haqqında bir kitabı çıxdı. Öz pulu ilə o kitabı çap edib, kiçik bir kitabdır. İstəyərdik sizin də sözlərini desiniz, Azərbaycan şeiri. Səlim, buyur. Hamını salamlayıram. Bəli, mən birincisində şəkilzad çəkirəm, rəssamlıq və bir dənə ki, bir dənəsində kitab yazmışdım. Nagorno Karabağ, Norveç dilində. Belə. Azərbaycan şeirini demək istəyirsən, Məmməd Ərazım, sən onu səsləndirin. Bəli, eləyə bilərəm. Buyur, Səlim. El bilir ki, sən mənimsən, yurdum yuvan Səmən məskənimsən, Soğan. anam doğma vətənimsən, aylar mı könül candan, Azərbaycan, Azərbaycan. Çox sağ olun oğlum, çox sağ olun. Ben teşekkür ederim. Bravo, bravo, bravo. Bilirsiniz niye uşaqlar? Siz bize mesela baba müəllime, sonra bana, istediğiniz adamlara da mektup yazın oradan, Oslo'dan. Biz de size cevap yazar. Kitabımızı da göndererek ünvanınızı yazsanız. Yani bu əlaqələrimiz kəsilməsin. Ben 90 yaşa çatmışam, mənə Oslo nədir? Ben oraları təsəvvürmə gətirməzdim ki, ben günlərin bir günü babam müəllimlə ikimiz oradan çıxış eləyəcəyik. Sizə mən minnətdarım bu mənada. Yəni Azərbaycanın dairəsi genişdir. Azərbaycan diasporası bu saat dünya miqyasındadır. Azərbaycan bu saat ismin hər halında hallanır qızın. Çünki bizim qələbəmiz. Mən oxumuşam ki, baba, dünya hərbi məktəblərində Azərbaycan prezidentinin, Ali Başkomandanın hərbi taktikası keçilir. Bəli. Bu hadisədir, 44 hiləgər erməni ilə döyüşmək çox mürəkkəbdir, çox hiləgərdir, çox 100 ildir onlar bizdən, 100 ildir qoymuş torbalarımızda yaşır, ondan da yana hələ. Yəni bu mənada Azərbaycan dünyada hallanır və Azərbaycanın adı həmcə yaxşılığa çıxır, həmcə yaxşılığa çəkilir. Yəni, ona görə çox şad oldum. İndi buradan Oslo'dan bir cavan oğlanla tanış olduq o rəssamla. 2 cavan qızla tanış olduq. Hələ mən o Günay xanımla o bildim, o lap balaca qızlar var ya, onları deyirəm mən. Maşallah. Şeir deyirlər, özləri də bəlkə şəkil çəkirlər, şeir yazırlar. Qoy məktub yazırsınlar, baba müəllimə də, mənə də biz onların şeirlərini çap elətdirərik orada. Haqqında yazarıq orada. Ola bilsin ki, imkanları yoxdur burada Azərbaycanda çıxış eləməyə. Nə imkanımız var, kömək eləyərik qızım. Yaradıcılıq sahəsində də belə şeirə mən söz verirəm, baba müəllim də söz verir. İndi öyle rəssamlığı tanış taparıq eləyərik, kömək eləyərik. Yəni əlaqəni üzməsinlər. Salam, icazə versəniz, mən də bir kəlmə deyərdim. Buyurun. Salam baba müəllim, Nərman müəllim. Mənim adım Ramil Əliyevdir. Mən Skandinaviya Azərbaycanlıların Koordinasiya Şurasının koordinatoruyam və Oslo'dakı Azərbaycan evinin sədriyəm. Həqiqətən də sizlərlə görüş çox dəyərlidir. Sizin kimi ziyalılarla bir yerdə olmaq və sizin fikirlərinizi dinləmək həqiqətən də bizim xaricdə yaşayan Azərbaycanlıların uşaqlarının, məktəbimizin tələbələrinin dəyərsizdir, çox dəyərlidir, yəni qiymətsiz bir imkandır. Biz Nizami Gəncəvi adına Azərbaycan dili və mədəniyyəti məktəbini keçən il yaratdıq və qeyd olunduğu kimi məktəbimizin müəlliməsi Arzu xanımdır və layihə koordinatoru Günay xanımdır və təbii ki, Oslo'da, Norveçdə olan Azərbaycanlı ailələrin də, Azərbaycanlı valideynlərin də dəstəyini gördük. Onlar da bizim kimi Azərbaycan dilinin yaşadılması və nəsillərə ötürülməsini ciddiyə alırlar və çox sağ olsunlar ki, bizim bu məktəb layihəmizdə iştirak edilər. Və Diaspora Komitəsi ilə də bizim əlaqələrimiz var və pandemiyaya görə biz indi məcburuq Azərbaycandakı kimi digital eləyək, yəni onlayn eləyək. Amma biz böyük iş görürsünüz, çox böyük iş görürsünüz. Keçən 12 dərsimiz oldu, yəni fiziki 12 dərsimiz oldu və bu da 44 günlük vətən müharibəsinə təsadüf etdi. Bu müddətdə həm valideynlərdən, həm bizim tələbələrimizdən çox böyük
şahidi olduq. Onlar əskərimizə dəstək nümayiş göstərdilər, ordumuza dəstək nümayiş göstərdilər və bildiyiniz kimi dəstəkdən sonra bizim uşaqlar üçün məşğələlərimiz olurdu. Rəsm, Azərbaycan nağıllarına qulaq asmaq, başqa bir məşğələlərimiz oldu. Bu məşğələlər çərçivəsində deməli, əskərimizə salam rəsmi çəkdilər, salam göndərdilər. Xarı bülbülü Şuşa alınmazdan öncə biz onun rəsm müsahibəsini tələbələrimiz çəkdik. Və bu kimi başqa Şuşanın alınmasını qeyd elədik. Bu kimi başqa belə milli vətənpərvərlik tədbirləri keçirdirik və bu görüş də həmin o tədbirlərin silsiləsindəndir. Həqiqətən də sizin bizimlə birlikdə olmağınız buna dəyər verdi. Mən istəmirdim sözün açıq müdaxilə edeyim, ona görə indi danışıram. Mən çox sevindim həqiqətən sizin bu pozitiv enerjinizi aldım. Ehtiyac duydum ki, bir kəlmədə mən də öz təşəkkürümü bildirim sizə. Və təbii ki, gələcəkdə bu kimi görüşləri sizlərlə keçirmək istəyirik. Mən koordinator olduğum üçün İsveç, Finlandiya, Norveç ölkələrində olan Azərbaycanların birgə toplantılarını keçirdirik. Bu kimi görüşdə İsveç, Norveç, Finlandiya regional görüşdə də sizi görmək istəyirik. Oradakı Skandinaviyada yaşayan Azərbaycanlılarla da görüşümüzü təşkil etmək istəyirik. Mən düşünürəm ki, sizin bu pozitiv enerjiniz, ziyalılığınız, verdiyiniz fikirlər, istiqamətlər həqiqətən də bizə Parisdə yaşayan Azərbaycana ehtiyac var. Vaxtınızı çox almadan sizə gələcək yaradıcınızda uğurlar arzulayırıq. Dövlət tərəfindən adları və diqqəti biz də izləyirik və buna layiq olduğunuzu bildiririk. Sizə uğurlar arzulayırıq. Çox sağ ol deyirik. Sağ ol. Çox sağ olun oğlum. Mən də öz adımdan təşəkkür edirəm sizə. Çox böyük iş görürsünüz. Bizim nə köməyimiz ola bilər, oraya kitab göndərə bilərik biz. Baba müəllim də, mən də. Yəni, bu mənada əlaqəmiz genişlənə bilər. Burada qələm dostlarımıza da deyərik. Yəni, bizə də tapşırıq verin ki, biz nə eləyə bilərik orada Azərbaycançılıq daha da geniş. O uşaqlar, bəlkə onların içindən yazıcı çıxacaq, alim çıxacaq, gələcək. Azərbaycanın sabahı çox işıqlı da olun. Biz sabaha çox ümidlə baxırıq. Burada qızlar çıxış elədi, oğlanlar çıxış elədi. Koordinator özünüz də Günay xanım əlaqə yaratdınız. Çox sağ olun. Mən çox razılığımı bildirirəm. Biz çox istərdik konkret olaraq sizin dediyiniz. Deyin tapşırığınız. Yox, estağfurullah, tapşırıq yox. Biz çox istərdik ki, sizin yaradıcılığınızı Skandinaviyada yayaq və bizim Azərbaycan dili məktəbimizin də kitab rəflərində sizin kitablarınız olsun. Sizdən öncə görüşlərimizdə olan şairlərimiz və uşaq yazıçılarımız bizə artıq öz kitablarını, öz əsərlərini göndərir. Biz burada onları uşaqlara paylayırıq. Siz istəsəz onun göndərməsini biz özümüz təşkil edə bilərik, amma bu kitabları bizə versəz uşaqlarımız üçün çox maraqlı olar ki, Azərbaycan dilində sizin əsərlərinizi oxuya bilsinlər. Böyük məmnuniyyətlə, böyük məmnuniyyətlə. Ancaq formasını deyin, biz onu eləyək. Günay xanım, sizinlə əlaqə saxlayarıq. Biz sizə... Bəli, biz... Biz istəyərdik ki, özünüzün, bizim Baba müəllimin bir xatirədir. Baba müəllim düzdür? Bəli. Baba müəllim mənə eşidir. Bu çox sevilən bir ifadır. Alim Qasımov böyük sənətkardır, amma bu sözlər də çox qiymətlidir. Mən istəsəniz, əgər izin versəniz, o musiqini biz eşidərdik burada. Mən məmnuniyyətlə qulaq asmaq istəyirəm Baba müəllimin nəğmələrini. Həm də Nəriman müəllimidən nəğməsi gələcək. Xoşbəxtlərin dostumuz Kamal müəllimin musiqisi mütləq bəstəkarı da qeyd etməliyik. Bəli, Kamal müəllim sizinlə işbirliyi çoxdur. Niyə yanır bu ocaq? Niyə yanır bu ocaq? Yanıb külü qalacaq. Bilmirəm nə olacaq. Olanı xatirədir. Qar yağır narın, üzü gülür dağları, o yaşıl yarpaqların solanı xatirədir.
Ay çəmənin çiçeği, niye soldu ləçəyi? Bu dünyanın gerçeği, yalanı xatirədir. Niye çıktık yola biz? Deli olup bu deniz. Bir adadır sevgimiz, her yanı xatirədir. Gerçektir, yoksa yalan, gelip geçti ne zaman? Sevginin ömrü bir an. Sevginin ömrü bir an, qalanı xatirədir. Qalanı xatirədir. Mübarek olsun, mübarek, Çok mübarek. güzel. Sağ olun. Sağ olun. Çok sağ olun. Çok Çok sağ olun. güzel. Çok güzel şehir. Çok Evet. Nərman müəllim gəlib bağışlasın da ustadın huzurunda şeir demək bizə amma Nerman sevinir. Ben sevinirim aksine. Baba sen neden? bilirəm Nərman müəllim. Allah sizin yüreğinizi belirlesin. Nərman müəllimin də çox gözəl bir Azərbaycan şeiri var. Əgər O şeir deyil, artıq o himndir, himn. himdir, bəli, himdir. Himnə çevrilir bax. Bəli, bəli. Belki ben Nuri Paşa poemasından bir balaca bir şey diyeyim onun evvelinde. Buyurun. Ürəyiniz nə istəyir, ürəyiniz nə Nə istəyir? istəyir? Yani ben bu poemanı Türkiye'de de okudum. Biraz balaca bir şey diyeceğim. Münasip de ona göre diyelim. Nuri Paşa Türkiye'den, Kars'tan gelir. Azerbaycan diye yaralanmış Arslan gelir. Erməninin xəyanəti Rus'tan gelir, Fars'tan gelir. Qara geysin anam bacım yasdan gelir. Bakı qətl meydanında geniş meydanlar car çəkir. Daşnak üstün Bolşeviklər qan gölündə avar çəkir. Dərin dəryalar qoynunda çökür Osmanlı dövləti. Çökməyəcək Türk milləti deyir Hərbiyə naziri Ənvər Paşa. Sərancamdır bu birbaşa. Vətən səni şəhid verir, girov qoyur. Nuri Paşa, Azərbaycan şərəfinə himn oxuyur. Nuri Paşa, alovların qucağına nazirin qardaşı gəlir. O şimşəklə əlbəyaxa, günəşlə yanaşı gəlir. Zümrüt kuşu qanadında bir dəyirman daşı gəlir. Hücum gəlir, tufan gəlir, qovğa gəlir. Mənim xalqım Nuri Paşa arxasında arxa gəlir. Var ol səni arxam mənim, arxalı səs sadam mənim. Fatihlərin varisidir Turanlı şəhzadəm mənim. Türküm mənim, irqim mənim. Fikri düşmən cəbhəsində özü bayraqlar altında. Bayraq vətənsiz olanda itir ayaqlar altında. Türk döşündən gəlibsə Türk əbəssizdir. Türk belindən gəlibsə Türk əbəssizdir. Türk belindən gəlibsə Türk basılmazdır. İldirimdir ona azdır. Aç sinəni səhərlərin, dağ yerindən Nuri Paşa, hücumlar səpələnsin. At nalından, at belindən Nuri Paşa. Yəni burada mən onu xatırlamaq istədim. 100 il bundan əvvəl Nuri Paşa qəhrəmanlıq göstərdi və Bakını gəldi aldı, Azərbaycanlara verdi. Bizim Türk qardaşlarımız bu saat bizimlə bir yerdədir. Mən indi İlham Əliyevlə Erdoğan'ın dostluğu, qardaşlığı nümunə olubdu artıq. Bir millət, iki dövlət deyirik. Cənab Unudulmaz Ulu Öndərin sözüdür. Yəni, bu xalq, bu gənclik bu ruhda tərbiyə olur bu saat. Mən elə biləm, siz də o yolu tutubsunuz. Mən məmnuniyyətlə gələcəkdə kitablarımdan göndərə bilərəm sizə. Allah qoysa elə bir şey eləsəniz. Mən minnətdarım bildirəm, artıq nə deyəcəm. Şeir nə qədər deysən oxuyarım. Çox sağ olun. Elimizdən gələn budur. Bəs. Bizim görüşümüz yəni belə deyim, bitmək üzrədir. Amma sizin demək olar ki, mən bilirəm ki, Nərman müəllimi Sara xanım həyat yoldaşına çox böyük sevgisi var. Demək olar ona çoxlu da şeirlər həsr eləyib. Düzdür. Yəni ananızdan, siz ananızla çox bağlı olmusunuz. Atanızı çox gənc itirmisiniz. Ananızı da gənc yaş, əskərlikdə olan vaxt itirmisiniz. Yəni Allah rəhmət eləsin hər ikisinə, Sara xanıma da. Ancaq sizə Sara xanım çox böyük sevginiz olub. Bizim də burada qadınlar var, qızlar var. Çox istəyərdik ki, o Sara xanıma həsr elədiyiniz şeirlərdən birini biz eşidək.
Ürəyim ananı istəyir qızım. Sən yaşa dünyada qəmsiz, kədərsiz. Bir səs qulağıma döz deyir qızım. Mən dözdüm, yaş ötdü məndən xəbərsiz. Qaşlarım qaradır, saçlarım ağdır. Təbiət şəklimi çəkir yeridən. Hamı bu dünyada qocalacaqdır. Amma tək qocalmaq dərd verir hərdən. Dağlar deyə mən dağ aşmışam. Hani könül dostum ürəkdən gülən, dünyada yaşayıb dünyalaşmışam. Dünya ilə düz gəlmir də həmən deyən. Daddım acısını şirin həyatın, hələ bu acıdan doyan olmuyor. Ha qızım, qardaşınla sən olmasaydın, deyərdim dünyada anan olmuyor. Mənim bu günlərdə bir kitabımda çıxdı, gözüm o gözlərdə qaldı. Mən Xəlil Rıza Uru Türk'lə Allah rəhmət eləsin. Dost olmuşuz. Bizim çox gözəl dostluğumuz, yoldaşlarımız oldu, tələbəli illərimiz oldu. 2 rəfiqə ilə evləndik qızım. Birini Xəlil aldı, birini mən aldım. Evet. Mən Xəlil, Firəngiz xanım, mən Xəlilin toyuna getdim. Salyana, mənim də nişanım, toyum Gəncədə oldu, bacım ildə qarırdım, oraya gəldi olar. Yəni, indi elə oldu ki, dünyada bir Firəngiz qalıb, bir də mən. İndi bu mənim gözüm o gözlərdə qaldı poemada. Xəlilin obrazıdır, Firəngiz xanımdır, Saradır. Yeni bir kitabımdır. Mən imkan olsa o kitabı lap təzə çıxıbdı bu günlərdə göndərərdim sizə gözüm üstə. İnşallah. Biz böyük məmnuniyyətlə sizinlə əlaqə saxlayaq. Bizim biz də görüşümüzdə çox Səlimin atası, tanınmış jurnalist, çox görkəmli ziyalımız İdrak bəy qoşulubdur. Çox istəyirik ki, İdrak bəyində dəyərli fikirlərini eşidək. Buyurun İdrak bəy. Çox təşəkkür edirəm. Çox sevindim ki, siz irəli sürürsünüz və çox gözəl layihədir. Bizim xaricdə, xüsusilə Norveçdə olan balalarımız bizim canlı əfsanələrimiz olan şairlərimizi, ziyalılarımızı üzbəüz görürlər. Onların səslərini, onların şeirlərini öz dillərindən eşidirlər. Yəni, istər Nəriman müəllim olsun, istər Baba müəllim olsun, hər ikisinə çoxlu salamlar buradan. Yəni, bu çox gözəl bir layihədir və ümid edirəm ki, buradakı əziz balalarımızın sayı getdikcə artacaq və bizim şairlərimizin o zərgər kimi düzülmüş poeziyası ilə vətənə bağlılıqları biraz da möhkəmlənəcək. Çox sağ olun, təşəkkür ederim. İnşallah, inşallah. Baba müəllim, sizin də bir şeiriniz var idi, Ömrün Fəsilləri. Siz Nəriman müəllim bizi kövrəltdi. Nəriman müəllim həmişə bizi kövrəldir də. Ona görə ürəyimizə yol tapa bilir də belə. Çünki ürəyi yumşaltmasan, ora yol tapa bilməzsən. Gərək əvvəlcə belə mum kimi eləyəsən ürəyi ki, sonra ora yol tapasan. Baba, sən müdiriksən, düz deyil. Biz Nəriman müəllim bax, 90 yaşında bugün 25-35 yaşlı ruhca, bədənci cavandır. Siz nəyə görə? Onun sirri var. Elə belə deyil. Ona görə ki, dünyada nə var, onda həmişə o sevinç nöqtələrini axtarıb tapır. Tapmağı bacarır. Çünki bunu istəyir. Mən hələ Nəriman müəllimin dilindən bir kəs haqqında, nəsə haqqında bir giley güzarmı, bir qeybətmi, bir mənfi çalarmı eşitməmişəm. Eşitməmişəm. Yazıçılar Divanının 2500 üzvü var. Kimin adı çəkilirsə deyir, yaxşı şair, yaxşı oğlandır, ya yaxşı xanımdır. Bax, insanın ürəyi bu qədər geniş və belə, bilirsiniz nə olar? Bu dərəcədə belə xoş məramlı olur. Xoş məramlı olur. Mən istəyirəm ki, elə bu şeiri o Nəriman müəllimin xasiyyətinə uyğunlaşdırıb deyil. Buyurun, buyurun. Xahiş edirəm, baba. Allah səni saxlasın. Sağ olun, ay Nəriman müəllim. Sevinək qış ötür, yaz gəlir yenə. Sevinək qış ötür, yaz gəlir yenə. Bir də qismət olur bu bahar bizə. Sevinək bu sevgi doğulan günə. Bu boyda dünyada gəldik üz-üzə. Dağılsın hardasa kədər buludu, sevinci açılsın bağlı qapılar. Dünya məhəbbətlə, nurla doludur. Sevinmək istəsək, çox şey tapılar. Nə qədər dünyada
çay var, dəniz var. Kədər ürəyimdən gendir, qaçaqdır. Nə qədər dünyada saf var, təmiz var. Sevinməyə bir şey tapılacaqdır. Ayrılıq küləyə səndən arım. Sevinək kiminsə sevinç payına. Sevinək ürəkdə saf arzuları. Göydə ulduzların sonsuz sayına. Göylərdən saadət yağırsa dostum. Soruşma hardandır, demə nədəndir. Bu hicran nə qədər ağırsa dostum. Dünyanın hər dərdi keçib gedəndir. Akşam toranında, yol qırağında kimi gözləyirsən ay tənha qovaq. Bir vəfalı sirdaş, dost sorağında gəl bu tənhalığı dünyadan qovaq. Sevinək hər bahar çiçəklər açır. Sevinək hər bahar çiçəklər açır. Sevinç yox eləsin nifrəti, kini. Sevinək nə yaxşı bəxtəvər uçur. Vətən göylərində sülh göyərçini. Nə olsun təbiət 3 ay yaz olur. Nə olsun qarşıdan qış gəlir yenə. Nə olsun insanın ömrü az olur. Sevinək sevginin ölməzliyinə. Sevinək vətənin ölməzliyinə. Çok sağ olun. Çok güzel şey. Çok güzel Çok şey. sağ olun. Nərman müəllim stimul verdi mənə bu şeiri dedi. Buradakı Çok güzel. belə adamları görüp belə şeirlər yazılır da Günay. Belə Bəli. adamları görməsən, tanımasan, onunla dostluq eləməsən, yoldaşlıq eləməsən, bu şeirləri necə yaza bilərsən? Həmişə pis adamları görsən, belə şeirlər necə yarana bilər? Nərman müəllimin siz dediniz ki, Hər bir şeirin qəhrəmanı var həyat. bəli. Nərman müəllimin siz dediniz ki, poeziyasında səmimiyyət var. Böyle bir Bəli. səmimiyyət var. O səmimiyyət də insanı, özü necə səmimi insandırsa, o cürdə bir onun poeziyasında səmimiliyi var. Siz yumuşaq deyirsiniz də, elə o səmimiyyətlə bizi öldürür də, o səmimiyyətlə... Yəni, o səmimiyyətlə bizi, qəlbimizə yol tapır. Hər bir dəfə onu dinlədikcə, bəli, insan hər dəfə o həyat yoldaşına, anasından danışdıqca, onun poeziyası, mən hər dəfə ona qulaq asdıqca daha da vətən sevgim, ana sevgim daha da alovlanır, belə deyərdim. Mən sizin hər birinizə çox təşəkkür edirəm. Biz çox böyük mənəvi zövq aldıq. Baba müəllimi dediyi kimi, deyir, mən şöhrətə nifrət eləmişdim, şöhrət özü məni tapdı. Siz şöhrət üçün yazan şairlərdən deyilsiniz. Siz əsl Azərbaycan, yəni poeziyasının müasir dövrdə, yəni baba müəllim, nəğməkar şairi, Nərman müəllimlərdən Nərman müəllim bizim yaşlı nəslin, belə deyərdik, poeziyanın banisidir. Nərman müəllim bizim hər birimizi çox sevirik. Sizin hər ikinizə mən təşəkkür edirəm. Çox sağ olun. Nərman müəllim belə bir səmimiyyəti ilə, baba müəllimin, çox bizə xoş oldu bu görüş. Əgər kimin də görüşün sonunda bir sözü var və fikri varsa desin. Nərman müəllim başlayıb, Nərman müəllim də yekunlaşdırsın. Bir şey mən qeyd edeyim, bir kəlbə, bir sözü. Bizim bugünkü görüşümüzdə uşaqlar, məktəb şagirdləri qoşulub. Bunun üçün mən İnavə müəllimə çox təşəkkür edirəm ki, onlar da qoşulub bizim görüşə və dinləyib də uşaqlarımız onların dilində, yəni ədəbi dildə daha yaxşı öyrənir. Onlar bizim uşaqlardan yaxşı danışır Azərbaycan dilində. Yəni ona da çox təşəkkür edirəm mən. Buyurun Nərman müəllim. Kimisə bir fikri yoxsa? Ben size koştururam kızım. Siz dediklerinize şərikəm. Hani siz orada Günay xanım belə yaşından asılı olmayaraq daha çox belə istiqanlı qızsınız. Sevdirirsiniz. Hamısının xoş dilini tapırsınız adamların. Biz sizi unutmayacaq heç var. Mən öz adımdan da, babam məndən kiçikdir, onun adımdan da mən minnətdarım bildirəm sizə. Heç babanı mən başda bəyək dedim, görmürəm, istəsəm də görə bilmirəm. Ay, haradasan, zəng edirəm. Nərman müəllim görüşmüşdü, ay, yoxdur baba. Babanın bir gözəl qardaşı da var, çox gözəl oğlandır. Ondan soruşuruq babanı həmişə. Qızım, çox təşəkkür edirəm. Görünür, dünya nə qədər geniş olsa da insanlar görüşməyə imkan tapır. İstək olan yerdə həmişə adam görüşə bilir. Mən bugün çox şad oldum. Əvvələ baba ilə görüşdüyümə şad oldum. Oslo ilə görüşdüyümə Oslo, sonra gözəl çıxış elədilər burada sizin kuratorunuzda. Başqa o qız da sizin yanınızda, balaca qızlar da, müəllimələrdə. Hamısına mən xüsusi salamımı göndərəm qızım. Mənim təşəkkürümü çatdırayım.
Bu anlar benim için yadda kalacak. Harda bir söhbət olanda biraz da üstə qoyub deyəcəm ki, Oslo'yla zaten danışıbız. Bizə zarafat eləməyin. Allah sizi sağlarsın. Gene biraz Bizim zaten. böyle şerefsiz. Sağ olun kızım. Minnettarım bildik kabul edin siz. Çok sağ olun. Bizim deyəsən Arzu xanımın sonunda bir sözü var. Buyurun. Yəni, mən də çox valla heç bilmirəm duyğularımı necə ifadə edeyim doğrudan Nəriman müəllim. Yadımdan çıxmaz sizin yəni yaradıcılığınız o qədər adamı doğrudan məftun olduğum bir yaradıcılığınız və həmişə izlədiyim şeirlərinizi sevə-sevə həmişə oxuyuruq. Çok sağ olun. Teşekkür ederim. Allah sizi var eləsin. Nə bilim inşallah ki gələn görüşlərimizdə bundan da daha çox görüşlərimiz olsun. Yəni Baba müəllim sizə də sağ olun. Çox sevdik, yəni çox sevindik. Şeirləriniz bir daha nə bilim belə çox gözəl dinlədik onlara. Siz hardan bildiniz ki Baba ile biz birbirimizi çok istiyoruz? İkimizi tanıdınız. Ben onları öğrenmiştim. Tamam iş görürsünüz. Minnettarım buna. Allah sağlasın. İdraç Bey'de bir deyəsən fikri var. O da nəsə deməksə buyursun və görüşümüzü yekunlaşdıraq. Çox təşəkkür edirəm. Çox təəssüflər olsun ki, mən işimlə əlaqədar olaraq biraz gec qoşuldum. Amma lap sonunda qoşulsam da xoş oldu. Gözəl insanları burada görmək, balalarımızı burada görmək. Sadəcə bir mesaj vermək istəyərdim. Yəni Baba müəllim və Nəriman müəllim artıq burada yoxdur. Ya, Baba müəllim və Nəriman müəllim də buradadır. Mən biraz görmədim. Hər ikisi onlar bizim o Azərbaycandakı ziyalılarımızla görüşlərində bu mesajı direktə versinlər ki, xüsusilə bu İkinci Qarabağ müharibəsi zamanında biz burada çox zorluqlar yaşadıq. Mən Norveçin İctimai Teleradio şirkətində işləyirəm. Yəni, xüsusilə informasiya müharibəsində biz çox zorluqlarla burada üzləşdik. Çünki dünyanın dörd tərəfində səpələnmiş ermənilər uzun müddət elə şəbəkə qurublar ki, hər yerə hücum edirlər. Hər yerdə lobbilərin adamları var, parlamentlərdə, media strukturunda, siyasətdə və çoxlu çətinliklərimiz var idi. Yəni, bu çətinliklər mən əminəm ki, bizim qarşımızda hər zaman olacaq. Yəni, bizim xaricdə Azərbaycanımızın, vətənimizin sözünü, səsini deyəcək, eşidəcək insanlar bugün bizim körpələrimiz, balalarımızdır ki, təşəkkür edirəm ki, siz bunları bir araya gətirirsiniz və siz öz fikirlərinizi, yəni sizlər oradakı ziyalılarımızla da söhbət edəndə həvəslə siz də qoşulun, fikirlərinizi deyin, bu birliyimiz daha möhkəm olsun, balalarımızın vətənə, dövlətimizə, xalqımıza, millətimizə sevgisi artıq olsun. Bizim milli birliyimiz yalnız ölkənin içində deyil, həm də xaricdə çox vacibdir. Mən əminəm ki, buradakı balalarımız gələcəkdə yaşadıkları ölkələrin parlamentlərində təmsil olacaqlar, siyasi strukturlarında, dövlət strukturlarında təmsil olunacaqlar və ölkəmizin adını hər zaman uca edəcəklər. Amma indi onların düzgün yönəldilməsi, vətən sevgisinin daha çox aşılanması siz ölkədə olan ziyalıların üstünə də yəni böyük bir məsuliyyət və vəzifə qoyur. Mən bir daha təşəkkür edirəm bu təşəbbüsə görə, bir daha təşəkkür edirəm ki, sizlər də varsınız burada və bizimlə dəstəksiniz. Var olun, təşəkkür edirəm. Sağ olun oğlum, sağ olun oğlum. Olduqca xoşum gəldi. Tamam düz deyirsiniz. Sizi müdafiə edirik biz. Baba müəllim də, mən də, qəlbən. Var olun. Sağ olun. Sağ olun. De kızım, de balaca bala de. Ne güzel kız da, ay Allah, maşallah, maşallah. Maşallah, maşallah. Hemen Salim, Salim. Sağ olun, sağ olun. Sağ olun, sağ olun. Var olun, var olun. Oldukça şad oldum. Sağ olun, sağ olun. İnci, nəsə demək istəyirsən, buyur. Böyük sən mənimsən, yurdum qurban məskənsən, Anadolu vətənimsən, ayəm, köyəm, Azərbaycan.
Eşk Ha, çok olsun. sağ olun. Bravo, bravo, bravo. Çok Sağ olun kızım, sağ olun kızım. Öpürəm qızım, öpürəm, öpürəm. Nə gözəl dedi, nə gözəl Sağ dedi. olun, sağ olun. sağ olun. Sağ olun, sağ olun. Sağ olun. Sağ olun, Sağ sağ olun. olun. Minnettarım. Minnettar. Sağ olun.